Demək, bu həyatda belə bir şeylər var. Əgər bir şey çox istəyirsənsə, mütləq onu əldə edə bilərsən. Məsələn, buna əyani misallı bir şey göstərmək istəyirəm. Bizdə ən ağır çəkili kimdir? Laçınlı balası. Dıca belə görüm. Adı nə idi? Elçin. Neçə kilosun? Maşallah, maşallah. Elə mən çəkidəsən ki, əyləş burada. Bax, ən kiçiklərimizdə sizdir. Gəl sən gəl bura. Bax, bu elçini biz çalışacağıq, bu iki barmağımızda qaldıra bilək. Bax, əlimizi belə eləyirik, keçiririk bir-birinə, barmağımızı belə tuturuq. Demək, ikimiz bu qoltuğundan buradan girəcək belə. İkimiz də buradan, ayaqlarından burada. Bir yoxlayaq görək, bunu qaldıra bilirik, yoxsa yox. Yoxlayaq. Əlinizi belə keçirirsiniz. Davay, elçin, otur, sən rahat. Davay, bir yoxlayın görək, sən də bizə. Yəni, qaldıra bilirik. Hə? Ağırdır, çox. Şimdi bir şey deyək, yoxlayaq, biz onu qaldıracağıq. Bu istəklə əlaqəlidir. Demək, mən deyəndə biz əlimizi tez belə sıxıb, başlayırıq qaldırmağa. Əlinizi qoyun, elçin başının üstünə. Elə yox. Birini qoydun, sonra sən qoy. İndi sən qoy. Aralı, bir-birindən aralı. Sonra da mən qoyuram. Biraz dururuq belə, tələsməyin, əli əsməsin. Mən deyəndə sadəcə olaraq biz əlimizi, barmaqlarımızı hazırlayıb elçini qaldırmağa çalışacağıq. Hə, biraz dayanın. Bir-birinizə toxunmayın. Biraz yuxarı qaldır, hə, belə. Dayandıq. Başlayaq uşaqlar. Əlimizi belə eləyirik. Keçirik elçini. Hə, davay. Halal olsun, sizi təbrik edirəm. Maşallah olsun. Elçin, bu neydi? Hə, bu neydi? Maraqlı gəldi. Keçin əyləşir. Demək, bu haqda danışım. Demək, elmə məlum olan və məlum olmayan güclər var. Demək, biləsiniz ki, bu da maraqlıdır. Araşdırın, görəsə bu nə idi? Aydındır, biz neynədik? Amma həyatda belə şeyləri araşdıran alimlər var. Məsələn, bir alim araşdırır cücəni. Cücənin nəyini araşdırır? Araşdırır ki, görüm bu cücə anasının olduğunu, kim olduğunu dəqiq aydınlaşdıra bilir, yoxsa yox. Bunun üçün bir cücəni götürür. Demək, yumurtadan çıxan kimi başlayan da yeriməyə. Belə bir kvadrat formalı, belə də düzbucaqlı formalı bir yer ayırır, qapalı. Aydındır. Və burada ona bir dənə də cücə üçün otaq düzəldir, balaca bir otaq. Və bu cücənin, bu otağın qapısı şəffaf şüşədən olur və bura görünür. Və bir dənə də robot hazırlayır. Robot demək, bu proqram üzrə, bu kvadratda demək, başlayır hərəkət eləməyə, proqram üzrə. Məsələn, proqramlaşdırır, robot buradadır, biraz gəlir, istiqaməti belə gəlir, tutaq ki, buradadır, sonra gəlir bura, buradan keçir bura, buradan gəlir, belə də belə. Bəlli bir proqram əsasında robotu kvadrat, düzbucaqlı sahədə gəzir. Və cücəni buraxır bura. Cücə, bu robot hara getsə bir zamandan sonra cücə düşür bu robotun danır. Robot hara getsə cücə də ora gedir. Aydındır. Bu bir zaman bu təcrübəni aparır və cücəni sonra salır bir otağa, gedir öz işinin dalından. Amma robot da orada işdəkdir. Robot öz üçün gəzir orada. Sonra gəlir birdən o təcrübə olan otağın kamerasını qoşur, izləməyə başlayır. Görür ki, bu olmayan dövrdə cücə burada olan zaman bu robot ancaq buralarda gəlir. Yəni, buraları tərk edib, yalnız burada gedir. Amma robot bir proqram üzrədir və bütün polyanı gəzməli, bütün sahədə gəzməlidir. Bunun biri maraqlı gəlir. Tezdən onu bir də yoxlayır. Cücə ilə qoyur burada robotun arxasına gəzir. Cücəni ora salan kimi baxır ki, bir zamandan sonra, bir qısa zamandan sonra robot yavaş-yavaş gəlir bura, başlayır burada gəlməyə. Bunu 100 dəfələrlə dəniyir. Yəni, 100 dəfələrlə bu təcrübəni aparır. Hər dəfə cücəni ora salanda robot burada gəlir. Demək, belə aydın olur ki, cücə onu öz anası kimi, valideyni kimi anlayır və onun dalıncan gəzir burada olanda. Oraya da girəndə cücə onu o qədər çox istəyir ki, o robot bilinmir hansı gücünə, o robotu o öz gücü ilə, yəni hansı gücü də hələ məlum deyil, araşdırırlar və bu robot
Məcburi robot bunun qarşısına, bax, buralarda gəlir. Belə elmə malum olmayan belə güclər də var. Ona görə demək, siz də həyatda nəyi çox istəyirsinizsə, mütləq əldə edəcəksiniz. Məsələn, oxumaq istəyirsiniz, instituta girmək istəyirsə, mütləq əldə edəcəksiniz. Mən dəfələrlə burada riyaziyyatdan heç nə öyrədə bilmədiyim uşaqlar var ki, mümkün deyil öyrətmək. Olub, dəfələrlə olub. Uşaq deyir ki, müəllim, lazım ki, ona bir 3-4 sual yazsın, keçsin də. Baxırsan, heç nə öyrədə bilmirsən. Amma o deyir, müəllim, mən yazacağam. Müəllim, mən yazacağam. Mən baxarsınız, keçəcəm. Mən deyim, lap yaxşı, Allah kömək olsun. Amma sonda görünüb ki, o heç 3 sualı yaza bilməyən uşaq bir də görmüşəm ki, 5 sual yazır. Bunu dəfələrdə belə görmüşəm. İndi siz də içində bu bizim zəif oxuyan bir qrupumuzda elə bir çalışsaz, ürəklə istəsəz, mütləq nəticə alacaqsınız. Maraqlı gəldi. Hə? İndi araşdırın görün, bu nə idi? Necə oldu? Oldu yaxşı, bəsdir. Hə.